Hər birinizi salamlayıram, kanalıma və videoma xoş gəlmisiniz. Bugün Azərbaycan TikTok videoları izləyirik. Videoları izləyənlərin çoxu kanalımıza abunə deyil. Əgər kanalıma abunə deyilsə, kanalımıza abunə olsa çox sevinərəm. Çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Baxaq görüm TikTok əfsanələrində biraz fərqlilik varmı? Bu damın üstünə çıxıb, bu nətər olur belə? Damın üstünə kim çıxarıb bunu? Yol pulu 60 qəpik olandan sonra gözə yedi. Mahnıya baxa bir dənə. Mahnı necə hazırlayıblar? Mahnı maraqlı gəldi ya mənə. Özümə gələ bilmirəm, sənə gəlsəm olar. Deyir, özümə gələ bilmirəm, sənə gəlsəm olar. Hansı məntiqlə dedi bu bunu görəsən? Köhnə videodur ya, deyəsən çıxıb qabağıma 1-2 dəfə. Yadımdan çıxıb buna yükləyib reaksiya vermək. Bu videonu məncə Qaqaş qəsdindən çəkib. Çünki qaşının ortasında fikir verin, əsl qaşı oxşamırdı. Elə bir ki, markerlə, yəni flomasterlə yazılıb belə. Nəysə, yaxşı videoydu, uğurlar. Sən heç orta barmağın mənasını bilirsən, əminəm ki bilmirsən, gəl danışım. Bu videonu axtarırdım. Fransalılar Avropalıların əsgərlərini qaçırdıb orta barmaqlarını kəsirlərdi. Orta barmaqlarını kəsənə kimi daha əllərini kəsərdilər də. Barmaq olmadan da ox atmaq mümkün deyil idi. Geridə qalan orta barmaqları hələ də salamat olan əsgərlər Fransalıları görəndə deyirlərdi ki, bax, mənim hələ də orta barmağımı kəsə bilmirəm. Yəni, ən azından məlumat verici bir video hazırlayıb. Sağ olsun. Axır yaxşı video çıxdı. Bilgisayarım böyle çalışıyor, normal mi? Türkiyələr paylaşım edib bunu deyəsən. Və bu kompüterdə elə xalidən işdə elə bir. Belə kompüter olmaz axı, içalatı görünür bütün. Yetim daha neynəsin? Hər axşam parkda daydayların mistik idmanı. Hər axşam yox, gün orta da eləyirlər. İdman sağlamlığıdır. Bunu mən demirəm. Bunu parkda hər axşam idman eləyən daydaylar da deyir. Bu da iPhone 17. Yenə nə məsələdir? Bunun heç arxasında yarımçıq alma işarəsi yoxdur. Bu nətər iPhone olur? Bunu alanın ağlı yoxdur, yəni. Çin markasıdır. Baxaq. O da Çindən nə gəlir Allahın olsun, belə olur da. Yəni, bəlkə telefonu da deyəsən Çin istehsal edib. Çinin əhalisi çox deyə qalıblar ki, neynəsinlər. Ən dəyərli əşyalarınız üçün ən təhlükəsiz yer. Nə cür təhlükəsizdir bu? Pullar qaldı orada. Təhlükəsiz oldu, təhlükəli. İndi gəl o pulu oradan çıxart. Qışı hazırlıq. Nə hazırlıqdır bu belə? Pəncərənin ağzından ya çatılan yerlərdən su sınsı varsa belə spreylər gətirmişik. Bizdə ancaq şəffaf rəngi deyil. Keşfətin başqaçısı və nəsə. Mənim qabağıma belə videolar çıxmırdı axı. Sadəcə otur, qalanı tam avtomatik. Open the seat. Suni unitaz. Çox qəribədir. Unitazla dərdləşmək olar. Bunu da Çin buraxar. Close cleaning. Start drying. Yavaş işləyir biraz. Söyəndə nə inir görəsən, mənə maraqlıdır. Full flash. Ən yaxşısı sadə deyə, bunlar boş şeylərdir. Kim deyə bunu alan? Azərbaycanda yoxdur məncə bu. Xaricdən video çəkiblər, sadəcə Azərbaycan dilində tərcümə eləyib, paylaşım eləyiblər. Onlarda biznes, bizdə biznes. Nəfərdən 50 qəpik yığa bilsəydiniz, günə 60 manat qazanardınız. Bu həftədə bir gün istirahətlə aylıq 1560 manat eləyir. Hələ bu günlük 8 saat işləyəcək. Bizdəki biznes çox məntiqli və çox ağıllı bir düşüncə ilə qurulub da, yəni onların biznesindən fikir verin. 1 2 3 4 5 6 nəfər o biznesdə, yəni birlikdə işləyirlər. İndi onlar məcburdular ki, o pulu bölsünlər. Amma bizdə elə deyil axı. Bizdə tək başına da yəni o pulu qazanmaq mümkündür. Tək öz biznesin olur. Yəni dava falan düşəndə biznesi məhv eləmək məcburiyyətində qalmırsan. Çünki tək işləyirsən. Buna görə bizim biznes yenə fərqləndi. Nə oldu? Vaksindən sonra oldu. İndi burada vaksin günahlı oldu. Yol pulu 60 qəpik olandan sonra tapdığımız çarə. Yaxşı fikirdir amma bunu yəni şəhər içində falan belə sürə bilməzsən.
Bir də görsən qıraqdan yaşlı dayılar baxıb ürəklərində söyürlər. Bir də görsən qıraqdan yaşlılar. O bala nə edirsən sən orada? Məndə çatmır. Məndə çatmır. Axıra kim baxıbsansa, valla sənə də çatmır. Mən video çəkirəm də, axıra kimi baxmaq mənim borcumdur. 19 saniyə bomboşuna bu videoya baxdıq. İndi qaytar bizim 19 saniyəmizi. Sovetin dövründə belə şeylər yox idi. Bizim vaxtımızda belə şeylər yox idi. Sovetin dövründə belə şeylər yox idi. Əlifba ilə başlayır gündəlik. Məncə bu kitabla səhv salıblar gündəliyi. Yəni hər şey var. Bütün kitabı gündəliyə sığışdırıblar. Hələ də gündəlik. Keçən il də belə olmayıb deyəsən. Yoxsa belə olub bilmirəm amma iniş il mən 9-cu sinifdə oxuyanda bu tip şeylər yox idi. Ümumiyyətlə, yəni gündəliyi açanda əlifba başlamırdı. 25-ci səhifədə də axır ki cədvəl gəldi. Aşağılarda şikayət olurdu. Kim idi o dədəsinin səsini çıxardan? Heyvan olur. 11-ci siniflər də bundan işlədi. Bu yəni çox uşaqca hazırlayıblar bunu. İmza yerdə yoxdur belə. Şəkli tamamla falan. Bu qayda kitab falan oldu ya bu. Qayda kitab deyirəm, amma qayda dəftəri. Doldu içində şəkli tamamla nə bilim nə. Nə bilim elə ged-gedə nələr çıxacaq elə bilinmir. Bu qədər yol gəl və qarşıma çıxan şəlaləyə baxın. Şəlaləyə baxmağa, bu da şəlalə. Bura haradır belə? Yəni ən azından gəzməli yerə oxşayır. Zeynep bu kimdir? Bu kimdir gelip bize? Zeynep lan rəktələ kölə, başın qaladı sənin! Sən gəz almısan! Niyə elə qışqırdı? Bu dayda həqiqətən yəni süni intellekt hazırlanıb bu deyəsən. Səni evdə Zeynep Qışqırtma eləyir. gəlib dədəmin qızı görəm, narahat olma. Deyəm. Videonu paylaşıbsa deməli sağdır. 5 saat dondurmalara baxandan sonra həmişəki seçimim. Həmin o 30 qəpiklik dondurma yoxsa 40 qəpik olub. Yadımda da qalmayıb heç. Əvvəllər amma 20 qəpik olan vaxtları. O günlər bir də geri qayıtmayacaq. Kaş o günlərin qədrini biləydik. Şəxsən bu dondurma hamısından dadlıdır. Uşaqlar, deməli axşam mən burada qalmışam. Oy qaqaş, sən bura necə girmisən? İçərini də göstərim. Bir də onun içində qal. Yaxşı deyə amma isti saxlayar. Oyda təsəvvürlə çöldən qapağını kimsə bağladı. Yatmışam. Bu tulumumdur. Bir də onu da görürsüz də, yəni Çıxmağına necə çıxıb görəsən oradan? bildiyiniz şey. Burada da bir silik atıbdır, xaldinik içində. Yəni vəziyyət budur. Xaldenik içində qal be. Xaldenik bu ərazidə neyniyir mənə maraqlı gəldi. İş vaxtı tez özündən çıxanlar üçün stres otağı. Stres otağına var bir dənə adamın boğazını cırmaq üçün super ideyadır. Azərbaycanda gənclərin rəqsi. Güya bilmirik ki, bura Azərbaycan deyil. Qalıblar ki, izləmək üçün nə video paylaşım eləsinlər. Canavarı boğan həmən o it. Xotdan bura elə bir. Hürə bilmir etə. Niyə görə bu hala düşüb bu? Allah bilən neçə gündür yemək yemir. Bir videonun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Düzdür. Dünən yox, sıra gün TikTok əfsanələri paylaşdım. Bu gün də paylaşdım. Bir gündən bir paylaşmağı düşünürəm, amma kanalımda biraz fərqlilik yaratmaq istəyirəm. Nə cür fərqli? Yəni kontenti dəyişməyəcəm. Reaksiya olaraq videolarımız qalacaq, amma biraz xaricdən falan video fikirləri götürmüşəm. Düz 16 dənə video fikri var əlimdə və bunları çəkib montajlayıb paylaşmağı düşünürəm. Biraz çətin olacaq. Yəni sabah görəcəksiniz, sabah paylaşmağı düşünürəm. Əgər bacarsam paylaşacağam, bacarmasam da yəni çalışacağam da ən azından. Yəni deyirəm, əgər Azərbaycan TikTok əfsanələrinin davamını istəyirsinizsə videomuza like atıb aşağıdan kanala abunə olmağı yaddan çıxarmayın. Sağ olun, sevilirsiniz.